Hər vaxtınız xeyir dostlar, əziz izləyicilər, əziz Milli Fədali Hərəkatının izləyiciləri. Biz Milli Fədali Hərəkatı olaraq Türk Qədim Dövlətinin, Türk Ağsaqqallar Təşkilatının, Atabəy 19 Atatürk Ocağının Azərbaycan Atabəyi olaraq sizə elan edirik. Türk Dövlətlər Təşkilatının 7 oktyabr Qəbələ şəhərində keçirilən zirvə sammitindən sonra biz böyük bir kəşfiyyat və cəsusluq məlumatları əldə elədik. Əldə etdiyimiz məlumata görə Azərbaycan Respublikası SOKAR şirkəti, Türkiyə Respublikasının Çengiz Holdingi, Macarıstan Respublikasının Vitol Moil Qrup, Qazaxıstan Respublikasının Kazminay Qaz şirkəti, Türkiyə Respublikasının Pennsylvania Oil şirkət fondunun və Rus əsarətində olan Altay dağlarından Qafqaz dağlarına qədər əhatə edən Tataristan, Başqırqızistan, Çuvaşiya, Qaraca Çərkəz Respublikası və bu xalqların adlarını mən sizə səsləndirim. Hansı xalqlardır? Və bu məlumat təbii ki, Türkiyə Cumhuriyyəti Milli İstihbarat Təşkilatı tərəfindən bizə ötürülüb və mən istəyərdim ki, həmin ölkələrin adlarını sizə səsləndirim. Hansı ölkələrdir? Təbii ki, bu məlumatlar heç bir Azərbaycan televiziyalarında və xaricdə yaşayan blogerlər tərəfindən səsləndirilməyən fikirlərdir. Artıq Azərbaycan mətbuatı və dünya mətbuatına Milli Fədali Hərəkatı qədər dəqiq, qərəzsiz, vicdanlı məlumatı ötürən bir təşkilat olduğunu sizə açıqlama vermək istəyirəm. Deməli, bu məlumat nədən ibarətdir? Deməli belə, dostlar. Deməli, Rusiyanın tərkibində olan ölkələrin adları. Tatarlar, Başqırtlar, Çuvaşlar, Qazaxlar, Yakutlar, Kumuklar, Tuvalar, Qaracayçaylar, Özbəklər, Balkarlar, Qafqaz Türkmənləri, Noqaylar, Xakaslar, Altaylar, Yakat Türkmənləri, Qırğızlar, Şorlar, Qaqavuzlar, Dolqanlar, Krım Tatarları, Tofalar. Əziz dostlar, aldığımız Ukrayna xüsusi xidmət orqanlarından və Avropanın bir çox aldığımız kəşfiyyat məlumatları bizə əsas verir ki, artıq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Batum şəhərində prezidentimizə məxsus şəxsi təyyarəsi Milli İstihbarat Təşkilatının əməkdaşları tərəfindən qorunur və onun yüksək təhlükəsizliyi qorunur və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və onun xanımı UNESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyeva hal-hazırda çox yüksək təhlükəsizlik şəraitində yaşayır və heç bir təhlükəli bir vəziyyət almır. Əziz dostlar, bu şad xəbəri mən sizinlə bölüşmək istəyirəm. Şad xəbər ondan ibarətdir ki,
Azərbaycan Respublikasının SOKAR şirkəti Türkiyə Respublikasının Çengiz Holdinglə birgə Macarıstan Respublikasının Vitol Moil Group, Qazaxıstan Respublikasının Kazminay Qaz şirkəti, Türkiyə Respublikasının Pezniyak o şirkətlər fondu ilə birlikdə Rusiyada yaşayan xalqlar, yəni bayaq sadaladığımız ölkələr, Adigey, Altay Muxtar Respublikası, Başqırtıstan Muxtar Respublikası, Çeçenistan Muxtar Respublikası, Çuvaşistan Muxtar Respublikası, Dağıstan Muxtar Respublikası, İnguşetiya Muxtar Respublikası, Kabardin-Baykal Muxtar Respublikası, Kalmıkiya Muxtar Respublikası, Qaraca-Çərkəz Muxtar Respublikası, Kareliya Muxtar Respublikası, Hakasya Muxtar Respublikası, Komi Muxtar Respublikası, Mari El Muxtar Respublikası, Şimali Yakutiya Muxtar Respublikası, Tataristan Muxtar Respublikası, Kırım Tatar Muxtar Respublikası, Tuvar Muxtar Respublikası və Qaradəniz üzərindən Bolqarıstan birlikdə bu deməli Bolqarıstan Qurqaz neft emalı zavodu ilə birlikdə artıq Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinlə aparılan danışıqlar nəticəsində artıq Rusiya Federasiyası Ukrayna Respublikasının işğal etdiyi Krım, Donbas, Donetsk, Lugansk ərazilərini ABŞ prezidenti Donald Trumpla keçirilən görüşdə artıq məğlub olduğunu və bu torpaqların işğal olunmuş ərazi olduğunu dünya BMT-nin tərəfindən tanınır. Ukrayna Respublikası antiterror əməliyyatı nəticəsində əgər Krım Muxtar Respublikası, Donetsk, Lugansk, Zaporojye və əlbəttə ki Lugansk ərazilərini işğaldan azad edəcək və nəticədə o ərazilərdə də SOKAR şirkətinin neft emalı zavodları fəaliyyətini davam etdirəcək. Bununla da Rusiya Federasiyası rəsmi olaraq konstitusiyasını dəyişəcək və Rusiya Respublikası elan ediləcək. Və Rusiya Respublikası paytaxtı Moskva və ikinci şəhər olaraq Sankt-Peterburg şəhəri olacaq və digər şəhərlər isə faktiki olaraq müstəqilliyini elan edəcək. Necə ki 1991-ci il Belavez sazişinə əsasən 1991-ci ildə Almatı deklarasiyasına əsasən Çeçenistan Respublikası və digər respublikalar və o cümlədən Gürcistan Respublikasının ərazisi olan, ayrılmaz hissəsi olan Cənubi Osetiya, Abxaziya və Moldova Respublikasının Dnestryanı ərazilərindən də Rusiya Federasiyası çıxmalı olacaq. Bununla da Azərbaycan Respublikası dünyada demokratik 1918-20-ci illərdə qurduğu demokratik sistemi qoruyub saxlayacaq. Və bir şey də deyim ki dostlar, Azərbaycan Respublikası 1992-ci ilin iyun ayının 7-sinə etibarən demokratik hüquqi dövlətdir. 1995-ci ilin noyabrın 15-də qəbul olunmuş konstitusiyaya əsasən hər 5 ildən bir 2002-ci ildə 2009 və 2016-cı il qəbul olunan referendum, demokratik yolla qəbul olunan referendum nəticəsində Azərbaycan Respublikasının prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər və prezidentin səlahiyyətlərinin 2 dəfədən artıq seçilmə səlahiyyəti qəbul olunur. Bu da Türk törəsinə uyğundur. Çünki Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən əhalinin 92% razıdır və ona etimad göstərilir və bununla da Azərbaycan hüquqi demokratik dövlətdir. Hər birinizə təşəkkür edirəm. Yaşa, var ol, Göytürk dövləti.
Ya Atatürklər dövlətləşəcək, dövlət Atatürkləşəcək. Və sonda Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnini səsləndirmək istəyirəm. Ey qəhrəmanların şanlı vətəni, səndən ötürü can verməyə dinlə hazırıq. Səndən ötürü can tökməyə dinlə hazırıq. Üç rəngli bayrağında məsul yaşayır. Bir bayrağında məsul yaşayır. Ellərlə can qurbanıdır, sinəm hərdən meydanıdır. Hüququndan keçən əskər hərə bir qəhrəmanıdır. Sən olarsan Gürcistan, sən hər an can qurban. Sənin bir məhəbbət, sənə tutmuş bıçaq. Namusunu heç etməyər, ayrılığını yüksəltməyər. Sonda dostlar, əziz dostlar, istəyərdim İlham Əliyevin and içmə mərasimini səsləndirək. Azərbaycan Respublikası Prezidentinin salahiyetlerini hayata geçirerken Azerbaycan Respublikası'nın konstitusiyasına emel edeceğime, devletin müstakilliğini ve arazi bütünlüğünü koruyacağıma, halka ləyaqətlə hizmet edeceğime and içirəm. Gələn görüşlərə dək Tanrı yardımcınız olsun.